Azala məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür. Düz bir il bundan əvvəl, yəni 2024-cü il dekabrın 25-də Bakıdan Qrozniyə istiqamətlənən və Rusiya hava məkanında Rusiyanın Pentsir S hava hücumuna müdafiə sisteminin hücumuna məruz qalan Azalın Embraer 190 tipli sərnişin təyyarəsi Qazaxstana istiqamətləndi və Qazaxstanın Aktau şəhərinin təxminən 3 kilometrliyində qəzaya uğradı. Hadisə zamanı təyyarədə olan 67 nəfərdən 39-u təəssüf ki, həyatını itirdi, 28 nəfər isə sağ qaldı. Təyyarənin 5 ekipaj üzvündən 3-ü, Hökümə Əliyeva, İqor Kişinyagin və Aleksandr Kalyaninov da təəssüf ki, həyatlarını itirdi və onlar ölümündən sonra Milli Qəhrəman adı ilə təltif edildilər. Heç vaxt onu yaddan çıxartmayaq. Mən bir valideyn kimi, məsələn, mənim vəzifəm budur ki, həmişə qızım daim yaşasın. Bu bir il necə keçdi bilmədim. İçimizin yanğısı, tufanı həmişə var. 100 il yaşasaq da yenə də unutmarıq. Mən qızımı ürəyimə köçürmüşəm. Hökümə xanım elə bir xanımıdır ki, yəni heç kimin işinə qarışıb seçilməzdi, öz işinlə məşğul olardı. Amma cavan getdi, böyük ağır itkildi, nə deyək. Axşam danışmışdı bizlə. Şuşa çıxmamışdan əvvəl axşam zəng elədi. Qardaşının uşağını görmək istəyirdi, həmişə onunla danışdı. Amma heç demədi səhər mən uçuşa gedəcəm. Bir də sağollaşdıq saat 11-də. Dedi gedirəm yatmağa, o da getdi yatmağa bizdə. Da 11-də gecə idi. Səhərdə saat 10-da bizə 12-də belə xəbəri verildi acıqı. Yəni ondan qabaq da yəni onun fədakar olduğunu biz bilirdik. Bilirdik ki, necə bir süzayətli insandır. Özündən böyük və yaxud da özündən balacalar daim həmsinin qayğı ilə yanaşırdı və uşaqlıqdan da deyirdi ki, mən böyüyəndə dövlətimi təmsil edəcəm. Həyat yoldaşım Milli Qəhrəman Hökümə Əliyeva ilə nəinki ailəsi, bütün Azərbaycan xalqı, dünya Azərbaycanlıları fəxr eləyir. Hər birimizin qəlbində, ürəyində və tarixdə yaşayacaqdır. У него мечты были, как у обычного человека. Onun arzuları var idi. İşləmək, ailə qurmaq, uşaqlarını böyütmək istəyirdi. Amma bütün bunlar bir anın içində yarımçıq qaldı. Все это прервалось в одну секунду. Прекрасный семьянин. Çox tərəfli insan idi. Hər şeydən əvvəl yaxşı ata və öz işinin peşəkarı idi. Geriyə baxanda həmin gün dumanlı xatirə kimi görünür. Ondan əvvəlsə hər şey həmişəki kimi idi. Baş verəcək bəladan xəbərsiz evdə gündəlik işlərimizlə məşğul idik. В котором мы занимались обычными домашними какими-то делами. Очень добрым человеком, я его запомнила. Onu həmişə çox xeyirxah bir insan kimi xatırlayacağam. İnsanlara kömək edən, ehtiyacı olanın yanında olan biri idi. Heç vaxt əsəbləşməzdi. Həmişə yanımızdaydı. Всегда был просто рядом.